Salamlar. Kipr ikinci hissə ilə davam edirik. Bəli, ötən dəfə sərhədli keçdi və artıq Şimali Kipr, yəni Türk hissəsindəyəm. Bura Azərbaycanlılar üçün vizasızdır. Türkiyə üzərindən ajetlə, ucuz uçuşlarla bura gələ bilərsiniz. Hazırda paytaxt Lefkoşadayam. İkiyə bölünmüş şəhər. Öncəldim, çıxdım Nikosya, Lefkoşanın Türk tərəfini gəzməyə. Çox isti var burada, dəhşət istidir. Yəni nəfəs alacaq kimi deyil, həm də günorta saatları. Ötən dəfə də qeyd etdiyim kimi Kipr 16-cı əsrin sonundan 19-cu əsrin ortalarına qədər Osmanlı nəzarətində olubdur. Və biz Osmanlı izlərini məhz Şimali Kiprdə daha çox görəcəyik. Hazırda Şimali Kiprin ən önəmli tarixi məkanlarından birindəyəm. Bura Böyük Xandır, yəni bizim bildiyimiz Kərvansaray və 1572-ci ildə Osmanlı tərəfindən inşa edilmiş ilk xandır bura. 68 otaq var, tacirlərin qalması üçün əsasən inşa edilmişdir. Ortada 8 güşəli kiçik məscid də var. Və ən böyük Osmanlı memarlıq incilərindən sayılır. Hazırda da turistik məkan kimi istifadə olunur. İçində restoranlar, kafelər və kiçik suvenir mağazaları var. ...1571-ci ildə Osmanlı tərəfindən Kipr alındıqdan sonra 1572-ci ildə bura əsas. Arkada gördüyünüz Selimiye məscididir. Birazdan orada gedəcəm. O da Osmanlının ən möhtəşəm memarlıq abidələrindən biridir. Burada belə çox şirindir. Həqiqətən. Bizim muğam kluba biraz bənzədir. Tarixi Roman divarları sayılır. Roma mədəniyyətinin izləridir burada. Arkasında isə Selimiye Camisidir. Lefkoşanın bələdiyyə pazarı 1939-cu ilə ait. Məşhur keçi buynuzu var ha, bax. Doşabını içirik biz. Buymuş. Şokolad kimidir. Valla mən bunu çox sevdim. Şokolad dadı verir. Yəni deyir, bir də içində çərdəkləri var. Onunla yeyirsən, bütün bağırsaqların yuyur aparır. İsmi babuksa, Türklər dikenli incir deyirlər. Mısır inciri derler, dikenli Mısır inciri. Kaktüs yemişi derler. Kaktus yemiş, evet. Böyle. İsmi çok. Kıbrıs'ta babuksa deyilir. Tadına baxaq. Soyuq halda xalacenikdən çıxardıb yeyilir. Ispanak gibi yemeği olur. Evet. Fərqli dadı var. Yapacak şeyi de eminim var.
Böyle evlerin bəzisi bağlı. Yəqin ki, Yunanlara məxsus olub. Bu da məsciddə hazırda təmir gedir. Bu tərəfdə evlər tam qarışıq. Qarşı-qarşıya olan evlərin bəziləri Osmanlı tərzində, şərq tərzindədir. Bəziləri isə bax bunlar kimi İtalyan tərzindədir. Yeşil cam bir tərzində kiçik şirin kafeler var, küçələr. Evlər də belə. Bu tərz evlər ya boşdur ya da üstündə satılıq yazılıb. Birazdan Girne'ye gideceğim. Girne daha dəniz kənarı falan dincəlmək üçün daha yaxşıdır. Baxaq necə olur. Girne'ye gelmişim. Deməli böyle avtobuslar var. Lefkoşa'dan Girne'ye gelip bir nəfər təxmini 5 manat və yolda təxmini 1 saat falan çəkir. Şimdi gedirəm Girne'ni gəl. Geldim çıktım ama hava çok istedi, dehşet istedi yani. Hiç gezmem olmaz. Girne'nin marina hissəsindəyəm. Girne liman şəhərdir. Hazırda marinada oturmuşam, dedim sərin bir şeyler için. Qiymətlere gelince yani Türkiye'de de zaten görmüştüm. Burada da qiymətlər uçur. Bir nəfər normal yemek yersen oturup restoranda 50 manat civarı bir şey çıkır. Yani ki Azerbaycan'dan böyle qiymətlər bahadır, yani derecede bahadır. Girne'de neler var? Girne'de Girne qalası var. Birazdan oraya geleceğim. Şehir merkezi daha Lefkoşa'ya nisbətdə daha bura şəhər tipajındadır və sahil qəsəbəsidir. Mənə biraz Antalya'nın Kaleçini xatırlatdı. Eyni marina tipajındadır. Arxamda Girne qalasıdır və Girne limanıdır. Və gəldim Girne'də Girne qalasına qalxıram. İçeri giriş 50 TL'dir. Hardasa 2 manat yarıma. Girne qalası buranın ən tarixi məkanlarındandır. 7-ci yüzillikdə Bizanslılar tərəfindən ərəblərə qarşı savaşmaq üçün tikilmişdi. Sonradan bir neçə dəfə dağılıb bərpa edildi. Girne'nin ətrafı belə Girne dağları, bir tərəf isə Aralıq dənizidir. Bu da Girne qalasının görünüşü. Bu geminin limanda battığı bir mistik dönemde güman edilir ve bu da denizin dibinden çıkartılmış hisselerdir.
də maraqlı məqamlardan biri, yəni nə qədər də Türkiyəyə bağlı olsa da, burada hələ İngilis qayda qanunlar, adətlər, yəni keçərli olmalı. Məsələn, maşın burada soldan yox, sağdan sürülür, yol idarə etməsi də, yəni ingilislərdə olduğu kimidir. Çıxırdı maşın, sağdan idarə olunur və gediş-gəliş də həmçinin maşınlar sağdan gedir, soldan gedir. Funt sterlingin hələ də burada öz önəmi var. Bir də kazinolarla bağlıdır. Kazinolar sərbəstdir burada. İndi bir neçəsini də çəkməyə çalışacağam. Yəni gələn bura turistlər, xaricilər də zaten bu kazinolara görə gəlirlər. Düz içəridə çəkiliş etməyə icazə vermirlər. Amerika sistemindən fərqlidir. Çünki Amerikada rahat idi, girib çəkə bilirdin. Burada girirsən içəri, çəkiliş edə bilmirsən. Bir də önəmli məqam, kazinolara girirkən kimlik verməlisən və Kiprin öz vətəndaşlarını içəri almırlar. Şimali Kipr həm də öz gözəl çimərlikləri ilə məşhurdur. Burada dəniz sahilində 5-4 ulduzlu otellər mövcuddur. Həmçinin də sadəcə çimərliklərə gedib dincəlmək olar. Suyu tutduruq, qumu isə çox narındır. Mən çox bəyəndim. İngilislərə oxşan olan digər şey elektrik xəttidir. 3 kabloludan istifadə edirlər ingilislər kimi burada. Yunan tərəfində də, bu tərəfdə də. Yəni hər iki tərəfin də oxşar cəhətlər qalmaqdadır. Bu da İngilis müstəmləkəsi olmaları ilə əlaqədar olub. Belə Girne çox qəşəngdir. Dənizi, əyləncəsi, gecə həyatı ilə çox məşhurdur. Şimali Kiprlə bağlı bu qədər bir vlogumuzun daha sonuna gəldik. Növbəti ölkələrdə görüşmək ümidi ilə kanala abunə olmağı, videonu bəyənib